kiçik ölçülü düşündüyümüz poliplər belə gələcəkdə xərçəngə çevrilə bilər. Mədə-bağırsaq sistemində bir çox hallarda xəstələrdə poliplər aşkarlanır və bir çox hallarda xəstələr nə müalicə olunmurlar, nə müayinə olunmurlar, yəni həkimə təkrar müraciət etmirlər. Bu çox yanlış bir fikirdir. Çünki polipin böyüyüb və ondan sonraki dövrdə həm qanaması, həm qan azlığı problemi yaratmaqla yanaşı böyük bir onkoloji riskin ilk mərhələsidir və ona görə mütləq şəkildə poliplər aşkarlanırsa, mütləq şəkildə müayinə olunmalı və yerində ehtiyac varsa müalicə olunmalı, yəni poliplər kəsilib götürülməlidir və yaxud da ki, öz kisəsində biz rastlaşdığımız kimi öz kisəsi tam olaraq çıxarılmalıdır və bunun profilaktikası yeganə olaraq həmən polipi nəzarətdə saxlayıb, əgər bir dənədirsə və çox kiçikdirsə, davamlı olaraq müayinələrdə olunmalıdır. Yox, ölçüsü artıq böyükdürsə və bir nahiyədə bir neçə ədəddirsə, mütləq şəkildə həkim tərəfindən verilən bütün göstərişlər icra olunmalıdır və ehtiyac olduqda mütləq şəkildə əməliyyat olunub tam xaric olmalıdır. Konservativ müalicəsi tam olaraq azad olunması sizi gələcək həm uzun-uzadı onkoloji müalicələrdən, gələcəkdə yaranan problemlərdən və ən əsası həyatınızı xilas edir.